Talih Əliyev adlı izləyicimiz bildirir ki, uşaq futbolunda day-day söhbəti yığışsa yaxşı olar. Çünki istedadlı uşaqlar çoxdur, sadəcə onlara dəyər verən yoxdur. Bunu araşdırın, görəcəksiniz. Talih bəy, bəzi araşdırmalarım da olub, bəzi şikayətlər də var, bəzi şikayətlərin dərininə gedib təsdiqlənmişəm ki, həqiqətən də belə faktlar var. Təəssüf ki, var. Bir deyil, iki deyil, çoxdur. Yaxşı istedadlı uşaqların haqqına girən məhdiciləri çox qınayıram. Bu adamlar düşünürəm ki, ilk öncə özlərini hörmət etmirlər. Açıq və net deyəcəm, sərt də olsa deyəcəm, vicdan qıtlığı yaşayırlar bu insanlar ki, bir insanın, bir uşağın taleyi ilə oynayırlar. Kiminsə nəyinəsə görə başqasına seçim etmək üzərindən gedib bir başqa futbolçuya şans verməklə. Əgər bir futbolçu yaxşıdırsa, şanslıdırsa, ola bilər adam olmasın, ola bilər pul olmasın, amma o istedadına görə o oynamalıdır. Məhv etmək olmaz. Bugün akademiyalarımızda təəssüf ki, yaxşı məhdicilərimizlə bərabər belə insanlığını itirən məhdicilər də var ki, futbolçunun istedadını bir kənara qoyub, cibə baxırlar, pula baxırlar, ələ baxırlar. Düşünürəm ki, onlar ilk öncə öz insanlıqlarını satırlar, vicdanlarını satırlar. Bunu heç bir halda etmək olmaz. Elə bir şey deyəndə, söz və qüvvət, elə bir şey deyəndə, qayıdır deyir ki, əşi neyniyəyi, tutaq ki, qazancımız budur, yəni məcbur olub belə addım atırsan da, məsəl üçün də. Qardaş, onda get başqa işlə məşğul ol. Vicdanı satıb yaşamaq olmaz. Yəni, get başqa işlə məşğul ol da, yəni, sən kiminsə haqqını kəsib, kiminsə, belə deyək də, düz deyək, bu uzun mövzudur. Bəli, bəli, amma heç bir halda olmaz.